Mən gözümü yumuram, siz də qatın gizlənin. Zəhra, mən buradayam. Sağ ol. Görüşelim. Ama burada yok. Rəşad azadlığa çıxıb. Bütün planlarımız altı üst olacaq. Qərar verilib. Sübutlar onu tələb elədi. O arsız, abırsız adamdır. Narkotika, çirkli pullar. Mən başa düşə bilmirəm. Bu qədər dəlil ola-ola bu şərti azadlıq hardan çıxdı? Tələsmə. Hələ araşdırılacaq. Ölkədən çıxışına stop qoyulur. Nə qədər cavanı zəhərləyəcək. Neçə analara ağlar qoyacaq. Şərəfsiz. Şərəfsiz ağır sözü könül. Neyniyim bəs? Övliyə deyim? Peyğəmbər deyim? Bəlkə ətəyində namaz qılaq? Yox, sadəcə olaraq mən onu uşaqlıqdan tanıyıram, bilirsən. Bu cəhətlərin onu etdiyinə inanmadığım üçün ona şans verilir. Gedir hara? Əhmədlə girəcək. Buyur. Kartta da pul qalmıyor. Usta! Reşat!
Rəşad. Necəsən mənim qardaşım? Həmişə evində işində. Sağ ol. Nə vaxt çıxdın? Elə biraz onlar çıxmışam. Bəs niyə xəbər eləmirsən gələk qarşılayaq səni? Nə bilim, narahat eləmək istəmirəm. Ay, nə narahatı. Sənin bizdən başqa kimin var ay? Qardaşım. Gəl çay çörək eləyim sənin üçün, gəl rahat. Ay Rəşad. Canım ayrı, inana bilmirəm, nə olsan? Biraz soyuqdur. Hələ bir yağ yüngülvarı atışdırmışam mən də. Həm nuş elə, həm də danış görək. Necə keçdi, nətər keçdi? 5 ildir də, 5 il türmə həyatı necə olacaq? 5 il oldu ki. Oldu. Gör illər necə keçir ay Rəşad. Amma bir ara İraq səndən eşitdik ki, ölmüsən ay Rəşad. Öldük, dirildik. Türmədə hər an hər şey ola bilər. Elə. Yes, adamam da. Normal dəqiqin söz öləcək. Əslində elə mən də belə olmağını istəyirdim. Başım dinc idi. 2 ildə tez çıxdım. Onun sayəsində. Əloğlu bizim qaqaşımızdır. Qardaşım, sən necə çox istəyir o. Arada gəlir gedir bura, demişdi mənə. Görürsən, bu yenə də adamın özününki. Ki, az müddətdə öyle, Rəşad zarafatdır. Elədir. Ama şöyle, mənim o qədər sualım var ki, indi bundan sonra planların nədir, nə fikirləşsən? Birinci, əvvəlki kollektivlə əlaqəni kəsmək istəyirəm. Süper. İçəridə də oynamırdım, mən ona görə də pulum yoxdur. Son 10 manat da verib bura yanıma gəldim. Gəl belə eləyək. Bugün beh almışam. Burada 3 dənədir. Bunu hələlik idarə elə. Əsas summunu bir həftəyə alacam. O da sənin qismətindir. Yaxşı qardaşım, sıxıntı yox da. Rəşad, yaxşı? Çox sağ ol qardaşım. Çox biçorlama, qardaşın yanındadır. Çox sağ ol. Sən gəlin başımı buraxmısan, 5 ildə çəngəl görürəm mən. Amma danışmırsan, danışmırsan. Sual bilirsən nə qədərdir Rəşad? Belə gəlsə səni evləndirəcəm, ayağımı da kəndirləyəcəm səni. Hələ bir özümü iş tapım, evlənmək sonra. İnşallah, darıxma hələ. Hələ darıxma, nuş elə. Cema! Cema! Ayça, Rəşad çıxıb! gözün aydın olsun. Çok xəbər olasan. Bir şeyler gözledin. Axır ki ağzıma çaktı. Çox sevinirəm Cema, çox sevinirəm. Elə bil geyinməyə başqa paltarı yox idi. Sabahınız xeyir. Sabahınız. Xeyirləşin. Sizin komanda kimlər qoşulub? Maliyyəçilər və ekspertlər. Tamam, o zaman başlayaq. Xanım universiteti yenicə bitirib. Rus dilində sərbəstdir. Müstəqil ekspert kimi fəaliyyət göstərir. Elmar müəllim, maliyyəçidir. QHT və MMC məsələlərində, maliyyə pozuntularında, qanunsuz pul dövrələri ilə bağlı böyük
təcrübəsi var. Aydın müəllim təyin olunmuş əməliyyatlarda nəzarət qrupuna rəhbərlik edəcək. Tural isə dövlət qurumları ilə əlaqədar cavabdeh olacaq. Onu da deyim ki, əlində ciddi bağlantıları var. Hə. Və bilin ki, vaxtımız çox azdır. Gecə gündüz isti soğuk bilmədən çalışmalıyıq. Kimin nə problemi varsa mənə indi desin, sonra mən axtarmaq ehtiyac yoxdur. Yenə birinci sizdən başlayaq. Меня зовут Marcina. Düşünürəm biz bu məsələyə daha geniş bucaqdan baxmalıyıq. Son illər ərzində hansı cinayətlər daha çox artıb? Narkotika, insan alveri, yoxsa çirkli pulların yuyulması? Araşdırmısan? Bəli, hamısı bu papkadadır. Narkotika. Ona görə də Rəşadı buraxmaq olmaz. Rəşad jертва. Biz səbəbi tapmalıyıq. Yenə filosof başladı. Banklarda nəzarət ildən ilə sərtləşir. Hesabatlıq daha dərin olur. Amma kölgədə qalanlar hələ də var. İşdə yatan başın yeri yoxdur. Tural, həmən Dövlət Sərhəd Xidməti, Dövlət Gümrük Komitəsi azal sorğu göndərirsə. Son illər ağır cinayətlərdən çıxmış məhbusların hansı ölkələrdə daha çox getdiyini bilmək istəyirəm. Hansı ölkələrdən onlara hədiyyə gəlir, deklarisiyada nələr yazılır, hamısı bilmək istəyirəm. Hamısını hazırlayın. Oldu, indi hazırlayarım. Oldu, sağ olun. Belə bağlı sorğu göndərəcəm sizə zəhmət olunsun. Bir-birimizə kömək. Salam. Gözləyirdim səni. Bilirəm. Onu da bilirəm ki, siz mən elə belə yerə çağırmazsınız. Təşəkkür. Sənin istedadına ehtiyacım var. Buyurun. Dinləyirəm. Elə onun bacısı Zəhra. Onu izləməlisən. Səbəb. Rəşadla əlaqəsini sübut eləməliyik. O bacısı da deyə susun. Təhlükəli işdir. Amma mən səni mükafatlandıracağam. Növbəti müzakirə panelində səni ekspert kimi təqdim edəcəm. Olar. Deməli, şəkillər, videolar, nə lazımsa hamısını gətirəcəm. Mən getməliyəm, görüşərik. Hələlik. Alo, Nə bildin sən indi düşünürdün? biz beləyik də, ruh əkiziyik. Sən hiss elədim. Özüm WhatsApp-dan yığdım səni ki, təhlükəsiz olsun. Nə təhlükəsi? Onsuz da səni tez buraxırlar. Nədən qorxursan? Yox, heç bir qorxum yoxdur, amma hər şeyin öz vaxtı var da. Bura bax, Fərhad dedi ki, yanımızda sənin üçün ev tutub. Hə, sağ olsun. Dost belə olmalı da. Onu mən istəmişəm.
Sən demişdin? Hə. Amma küsmə də. Yaxşı. Yaxşı de görün biz nə vaxt görüşürük. Konum atacağam sənə. Sabah saat 2-də. Yaxşı. Onda görüşənə dək. Gözləyəcəm sizi. Hələlik. Kifayət qədər var. Dəstə daim. Burada sənə ehtiyacı yoxdur. Dön geri. Özünü ona az göstər. Başa düşmədin? Пусти меня. İdi. İni Mişayla. Rəşad onlara yaxın qalır. Ev tutub. Bilirəm. Tamam. Yerləşin. Bizə gedir işlər. Sizə söyləmişdim. Marcina xanım telefonlara cavab vermir. Çağrışlara yuvanır. Ona görə də mən onu daha etibarlı, mahir müəllimə əvəz elədim. Təcrübəli və peşəkar. Son 200 ildə Azərbaycanın tarixi qələbəsini sanki kimlərsə narahat edib. Düyməni basıblar ki, Azərbaycan gəncləri məhv eləsinlər. Narkomaniya Azərbaycanda soyqırımdan daha betər olub. Müəllim, ABŞ prezidenti Trump cənab İlham Əliyevi səhifəsində paylaşıb. Bilirəm, Bir tərəfdən də cinayətkarlar sosial şəbəkələr tərəfindən gənclərin beynini işləyirlər. Elə. Amma gənclər başa düşmürlər ki, bunun axırı ya məzardır, ya da türmə. Sonra nağıllar əsir çəkir. Məncə artıq cinayət aləmindəki adlar arxaizmə çevrilir. Tapşırığınıza əsasən sorğuya cavab aldım. Təqdim edə bilərəm? buyurun. Buyurun. Bu nə? Məxfi idarədən göndərilib. Komanda tərkibi araşdırılmalıdır. Aydınla bir məktəbdə oxumuşuq. Elədir. Sizin mərhəmətinizi uzun illərdir görürük, amma məncə Rəşad azadlığa buraxmaqla səhv elədik. Cəmaatı zəhərləməyə davam edəcəyik. Sənin ondan çoxdan xoşun gəlir, bilirəm. Ancaq real sübut lazımdır. Məncə siz haqlısınız müəllim. Heydər Əliyev necə deyib? Cəmiyyət o zaman məhv olur ki, günahsız cəzalanır, günahkarsa cəzasız qalır. Mən Rəşadı buraxmağın əsas hədəfi tapmaq istəyirəm.
Məncə əsas hədəfin üzərində köklənmək lazım və buna birlikdə nail olacağıq. Nəysə, sabah bu gün cümə günüdür. Sabah şənbə bazar dincəlin. Bazar ertəsi görüşərik. Gedə bilərsiniz. Sağ olun. Görünəcü həyasız adamdır. Səndən əl çəkmir. Daha doğrusu sənin ailə üzündən, doğmandan. Planlarımızı məhv eləyəcək. Səbirli ol. Mən lazım biləndə bu da həbs olunacaq. Amma hələ ki bunu eləyə bilmirəm. Yaxşı. Məni evə yola sala bilərsən, sənə deyəcəklərim var. Ayaqla gedə bilirsən də yaxın qalır. Olar. Bunda çantamı götürün bax. Gəl, gedək. Hava da geçəndi. Bu saat bitir. Payıza nə qaldı? Nəsə problem var? Yox. Sadəcə hər an özünü qoruma. Doğrudan Aydın'ı çoxdan tanıyırsan? Əlbəttə, bir məktəbdə oxumuşam. Hələ Rəşadın oğludan yol getmədilər. Səbəb? Qısqanclıq, Nə idi ki, belə bilmədikləri? hər şey. Nəysə, mən çatdım. Yəqin sən də evə getməlisən. Yox, mən Fərhadın yanına gedəcəm. Bəzi məsələləri onunla aydınlaşdırmalıyam. Əməliyyatı sona çatdırmaq üçün mütləq onun rəyi lazımdır. Yaxşı. Sən də özünə fikir ver. Yaş gedir. Deyəsən sən də mənim kimi heç kimi bəyənmirsən. Hər şeyin öz vaxtı var. Sağ ol. Sağ ol. Bizim işimiz azım ayna ol. Nəysə. Siz neynəsiz? Kimsiz siz? Bırakın! Yaxın gəlmə. Yaxın gəlmə deyirəm sənə. Bilirsən kimdir bunlar? Xəbərin var kimdir bunlar? Tapacam. Təxmin edirəm. Saç getir. Kimsə bizi gidir. Vurmusan, amma qaçdı. Tez ekspert çağır, nümunə götürsünlər. Yaxşı. Rəhmət salam. Salam, salam. İncimisən məndən? Nə günahınız var? İşimi qutarım da aşağıda. Tələsirəm. Maraqlı olan bir sən nədir? Bu həyatda niyə günahsızlar həmişə günahkar olurlar? Sən bilərsən. Ya da nəysə. Nə günahsız? 2 ildə tez buraxdılar. Hələ görək, özün necə aparır. Ha, nə aparması? Sənin xəbərin var ki, onun cib xəşliyi mən verirəm. Bu sən deyən yolun yolcusu olsa, onun maddi sıxıntısı olar, elə oğlum. Onun evini də mən tutmuşam, düz sənin evin yanında. Naxaq. Biz uşaqlıq dostuyuq, onun azadlığını sən verdiyin evini də mən tutmuşam da. Sıraz ağlıma başqa şeylər gətirmə də, yəni. Bu evi tutmuşam ki, gözün üstündə olsun. Xəbərim var. Olacaq da, çatdırdılar. Elə olur, sən ağıllı adamsan. Sən ikimizdən də yaşda balacaydın, amma elə ikimizdən də savadlımız sən idin. Ona görə də bu məqam bugün sənə qismət oldu, belə olur. Yəni Allah belə istəyib, belə olur. Dünyada hakimləri Allah seçir. Buyur.
O Aydın var, Aydın. Onu kim gətirdi, soxdu idarəyə? Sən hardan bilirsən? Bir dənə söz deyim, yadında saxla. O ilana zəhər verən kərtənkələdir ya. Qoşulub sizə ki, orada mübarizə aparır. Gör cinayətkar axtarır və onun üçün də ən böyük cinayətkar bizim Rəşadımızdır. Və onu tutturmaq istəyir. Gələ. Mafiya babası bax odur. Onu tutayım. Fərhad, sübutsuz danışma. Ha, nə sübut deyil, nə sübut deyil? Sübut. Sənin xəbərin var ki, ya, o Rəşada öz əlaqələri ilə mal göndərib, sonra elə öz əlaqəsi ilə onu tutturmaq istəyirdi. Uşaq yazı qorxusundan aparıb bütün malı töküb dənizə. Xəbərin var bunlardan? Bildiyim bir şey var ki, Rəşadı öldürmək istəyirlər. Kim də bilməsə, sən bilirsən. O Aydın heç vaxt Rəşadı sevməyib. Qısqancın yekəsidir o. O şizofrenikdir. Xəstədir o, xəstə. Fərhad, sənə aid olmayan çox şeylərə qarışırsan. Yaxşı. Amma səndən bir dənə xahişim var. Xahiş edirəm, Rəşadımızı qoru. Onun bizdən başqa heç kim yoxdur. Sağ ol, mən getməliyim. Sağ salamat. Xahişimi unutma. Bunların axırına çıxmaq lazımdır. Gözünü dörd aç. Bəli. Yaxşı. Tapşırıq böyük edənlik. Qabağın kəsməliyik. Bizimlə getməlisən. Ora. Sual vermə. Yaxşı. Yaxşısan? Get çat ona. O qaçdı. Dəstək verin, təkrar. Aydın, tez ol idarəyə gəl. Eloğlu səni çağırır. Gecdir. Bəli, Könül xanım. Ola, mən onunla danışdım, deyir artıq gecdir. Başa düşmürəm, nə baş verir? Aydın Rəşadı öldürmək istəyir. Mən Eloğlunu da götürüb oraya gedirəm. Gəl otur görüm, tez elə. Qaçı baxdılar. Bilirəm, xəbərim var. Demişəm onu da gətirəcəklər ora. Getdi hesablaşmağa. Rəşad! Axır ki o an gəldi can. Sən məni öldürə bilərsən. Amma bil ki, özün də məhv ol.
Nə fərqi var ki? Hər şeyimi əlimdən almışsan. Olsun. Hamı biləcək ki, mən günahsız yerə içəridə yatmışam. Sən də rüsva yapacaqsan. Məni artıq bildilər. Daha fərqi yox. Əsas odur sən məhv olsun. Karışmayın! Öl. Öl, səni ölmüş görmək istəyirəm. Yıxıl! Yıxıl! Yıxıl, qutarsın bu zülüm. Nəşət, əsdə ol, qorxuram. Silah yere! Polis! Zəhra. Zəhra, nə oldu? Niyə ağlayırsan? Nə oldu? Kim? Yaşadım. Kızım, belki yanlış haberdir. Yok. Necə? Kaç can balacağını sen olsan değil mi? Boy can balacağını sen rahat.